Salam, xoş gördük hər birinizi. Bugün 15 mart 2026-cı il tarixində Logos Lab-da 17-ci müzakirəmizə başlayırıq. Bugün müzakirə üçün seçmiş olduğumuz mövzu bəşəriyyətin niyə mövcud olması məsələsidir. Yəni biz bu qəbildən olan bir neçə sualı qruplaşdıra bilərik. Yəni bəşəriyyət niyə mövcud olmalıdır? Niyə müxtəlif nəsillər bir-birini əvəzləməlidir? Yəni bunun arxasında dayanan bir fəlsəfə və məntiq mövcuddur, yoxsa yox? Yəni sualın ünvanlanması, yəni bizim Bakı Dövlət Universitetinin Tarix fakültəsində Amerikaşünaslıq üzrə təhsil alan bir tələbəmiz tərəfindən həyata keçirilmişdir. Yəni maraqlı sualdır və məncə bu sual ətrafında düşünməyə dəyər. Deməli, biz sualın, bu qəbildən olan sualların müzakirəsinə keçməzdən əvvəl xüsusi olaraq qeyd edək, yəni bu suallar bir emosional və ya ritorik sual deyildir. Yəni fəlsəfədə bu qəbildən olan sualları, məsələn, ekzistensional, yəni mövcudluq, mövcud olma, var olma ilə bağlı bir suallar kateqoriyasına aid edə bilərik. Amma bu təbii ki, yalnız biz bu sualları ekzistensional suallar kimi adlandıraraq da üzərindən keçməyək. Yəni bu sualların ən dərin qatlarda olan cavabı, yəni antropologiya, etika, metafizika, hətta təkamül nəzəriyyəsi ilə də əlaqələndirilə bilər. Yəni olduqca geniş bir spektri, müxtəlif domenləri, müxtəlif sahələri özündə ehtiva edən bir müzakirə, bir refleksiya doğuran suallardır. Və biz burada yalnız insanların mövcud olmaq faktından təbii ki, çıxış etmirik. Yəni sadəcə insanlar mövcuddur. Yəni bunun təsvir edilməsi bu qəbildən olan sualların cavablandırılması üçün kifayət deyildir. Yəni əvvəldə qeyd etdiyimiz kimi biz bu sualların arxasında dayanan məntiqi axtarıb tapmalıyıq. Yəni bu suallar analitik, rasional, tənqidi və məntiqi təfəkkür prizmasından cavablandırılmalıdır. Başqa sözlə, bəşəriyyət niyə mövcud olmalıdır sualına əgər biz təsdiqdə cavab versək, yəni bəşəriyyət heç şübhəsiz ki, mövcud olmalıdır desək, bunun mütləq əsaslandırılmasını həyata keçirməliyik. Və bu əsaslandırma təbii ki, konseptual müstəvidə həyata keçirilir və bu konseptual baxımdan biz bu analizi həyata keçirsək, burada xüsusi olaraq diqqət yetirməli olduğumuz məqam olmalıdır. Yəni bu zərurətin izah edilməsidir. Yəni biz qeyd etmirik bəşəriyyət niyə mövcuddur. Yəni bu ola bilsin ki, bir elmi sual olardı. Biz təkamül nəzəriyyəsindən çıxış edərək bu mexanizmi biz izah edə bilərdik və biz deyə bilərdik ki, bəli, bəşəriyyət niyə mövcuddur? Və ya biz bir dini aspektdən yanaşa bilərdik, bir yaradılış nəzəriyyəsindən çıxış eləyə bilərdik və biz deyə bilərdik ki, məsələn, Tanrı bəşəriyyəti yaratmışdır, ona görə bəşəriyyət mövcuddur. Amma analitik baxımdan yanaşsaq, bizim sualımız bəşəriyyət niyə mövcud olmalıdır? Yəni bu zərurəti yaradan bir məntiqi əsas varmı, yoxmu? Yəni biz ilk növbədə bunun üzərində düşünməyə çalışırıq. Və burada sanki bu qəbildən olan suallar bir əxlaqi əsaslandırılma elementini özündə ehtiva edir. Yəni bu həm də o deməkdir ki, yəni insanların mövcud olmaq kimi bir öhdəliyi, bir vəzifəsi varmı? Yəni insanlar mövcud olmalıdır. Yəni bu onların bir vəzifəsi, bir missiyası, bir öhdəliyi kimi qiymətləndirilə bilərmi? Yəni biz bu aspektdən çıxış edəriksə, bu istər-istəməz bir teologiya sahəsi ilə bağlı olacaq. Yəni teologiya dediyimiz bu təbii ki, dində öz əksini tapa bilər, amma yalnız dində deyildir. Yəni bunun bir sekulyar, bir dünyəvi
teologiya tərəfi də vardır. Teologiya, yəni hər bir mövcudluğun onların məqsədi prizmasından aydınlaşdırılmasıdır. Təbii bu sual geniş sualdır, amma çox qısa bir cavab versək, yəni hər bir şey mövcuddur, amma bu mövcudluğun arxasında onların bir son məqsədi gizlənmiş olmalıdır. Məsələn, biz bu aspektdən hətta kosmologiya sahəsinə keçid alarıqsa, yəni metafizika, fəlsəfənin bir bölməsi olan metafizikanın alt sahələrindən olan kosmologiya keçid alarıqsa, yəni biz burada qeyd edirik ki, yəni kainat niyə mövcuddur? Və bu sualdan başqa biz həm də qeyd edə bilərik ki, yəni kainatın özünə məxsus xüsusi bir məqsədi, bir missiyası varmı? Yəni hətta biz insandan kənarda, canlı orqanizmlərdən kənarda, canlı varlıqlardan kənarda bir kainatdan danışsaq belə, biz hətta kainatın özünün də bir son məqsədinin, özünə məxsus bir məqsədinin olub-olmaması haqqında bir fəlsəfi cəhətdən düşünə bilərik, bir refleksiya aktını icra edə bilərik. Və bu aspektdən də biz oxşar bir modeli bəşəriyyətə tətbiq etmiş olarıqsa, yəni biz yenə də düşünə bilərik. Yəni bəşəriyyətin də mövcud olmasının özünə məxsus bir məqsədi, bir missiyası varmı, yoxsa yoxdur? Yəni bu özündə teologiya ilə bağlı olan, yəni teoloji suallar doğurmuş olacaq. Bu eyni zamanda bir əxlaqi mühakimə doğuran bir suallar kateqoriyasına da aid edilə bilər. Yəni bəşəriyyətin davam etməsi, onun yox olması ilə müqayisədə daha yaxşıdır yoxsa yox? Niyə biz hesab edirik ki, bəşəriyyət davam etməlidir? Yəni nəsillər bir-birini əvəzləməlidir. Biz niyə qeyd edirik ki, bəşəriyyət mövcud ola bilməz? Bəşəriyyət yox ola bilməz? Yəni bir əxlaqi kontekstdən biz yanaşarıqsa, yəni bəşəriyyətin mövcud olması onun olmaması ilə müqayisədə niyə əxlaqi cəhətdən daha yaxşı variantdır? Nəsillərin bir-birini əvəz etməsi, insan nəslinin tükənməsi, yox olması ilə müqayisədə əxlaqi cəhətdən niyə yaxşı variant olmalıdır? Yəni biz bunun da bir arxasında bir məntiq, bir əsaslandırma axtara bilərik, yoxsa yox. Və yaxud biz sadəcə bunu bir ekzistensial kontekstdə qeyd edə bilərik, yəni insanların, bəşəriyyətin mövcud olmasının, yəni qeyd etdiyim kimi, özünə məxsus bir xüsusi mənası var. Əgər varsa, biz bu mənanı necə izah edə bilərik? Beləliklə, ümumiləşdirsək indiyə qədər apardığımız müzakirəni, yəni bəşəriyyət niyə mövcud olmalıdır? Nəsillər bir-birini niyə əvəzləməlidir? Yəni bu ilk baxışda sadə bir suallar kimi görünmüş olsa da, əslində özündə bir neçə silsilə sualları ehtiva etmiş olur. Yəni ümumiləşdirsək, yəni bu sualları biraz dərinləşdirsək, yəni insan mövcudluğu, bəşəriyyətin mövcudluğu niyə dəyərlidir? Yəni özündə hansı dəyəri kəsb edir? Yəni baxın bu bir aspektdən olan, bir istiqamətdə olan düşüncələrə bir təkan verə bilər. İkinci halda məsələn biz yenə də digər bir kateqoriyadan olan suala keçid ala bilərik. Yəni bəşəriyyətin əgər mövcudluğunda xüsusi bir məna varsa, yəni biz bunu obyektiv şəkildə necə aydınlaşdıra bilərik? Yəni bu dəyər özündə, bu məna özündə hansı elementləri, hansı məzmunu kəsb edir? Yəni bu insanın birbaşa mental sistemi, yəni istər beyin vəziyyəti kimi aydınlaşdıra bilərsiniz, istər bir psixologiyası, mental vəziyyəti kimi dəyərləndirə bilərsiniz. Yəni bu sistemlər ilə birbaşa bağlıdır, yoxsa insanın beyin vəziyyətindən və ya mental vəziyyətindən kənarda hər hansı bir obyektiv məqsədlər mövcuddur. Yəni insan sadəcə bu məqsədlərə doğru irəliləmiş olur. Və yaxud ümumiləşdirsək, bütövlükdə bəşəriyyət həmin məqsədlərə doğru irəliləyir, davam edir. Və növbəti bir deyək ki, suala biz keçid ala biləriksə, yəni bu kontekstdə insan növünün, yəni Homo sapiens kimi götürəriksə, insan növünün davam etməsi, yəni nəsillərin bir-birini əvəzləməsinin
bir etik cəhətdən əsaslandırılması var yoxsa yox? Yəni bu sadəcə bir avtomatik prosesdir. Yəni sadəcə nəsil artırma bütün canlılara xasdır. Yəni avtomatik olaraq bir kod proqramı, bir alqoritm olaraq bütün canlılar nəslini davam etdirməyə çalışır. İnsanlar da o cümlədən, yəni bu belədirmi? Yoxsa digər canlılardan fərqli olaraq bu nəsil artırmanın əsasında bir xüsusi əxlaqi əsaslandırma, bir əxlaqi əsas dayanır. Yəni biz bu aspektdən düşüncələrimizi necə ifadə edə bilərik? Yəni bu da bu kontekstdə maraqlı bir sualdır. Və biz bütöv bu konteksti əgər biz tamamlamağa çalışsaq və qeyd etsək ki, yox, insan digər canlılardan fərqli olaraq nəsil artırma, özünün mövcudluğunu davam etdirmə prosesində xüsusi bir məqsəd daşıyırsa, xüsusi bir məqsədi, missiyanı ehtiva edirsə, deməli bu sadəcə təkamül nəzəriyyəsinin bizə vermiş olduğu mexanizm üzrə bioloji təkrarlanma, bioloji nəsil artırma ilə izah oluna bilməz. Yəni bunun fövqündə dayanan nəsə bir dəyər, nəsə bir məqsəd, nəsə bir daha ümumi olan, daha universal olan nə isə olmalıdır. Əgər bu varsa biz bunu necə izah edə bilərik? Beləliklə, yəni giriş xarakterli suallarımızı biz ümumi şəkildə səsləndirdik, yəni mövzunu açmağa çalışdıq. İndi biz bu suallara, yəni bu qəbuldan olan suallara necə cavab verə bilərik? Yəni birinci istiqamətdə olan cavab bir qədər də əvvəl qeyd etdiyim kimi, yəni bu teologiya müstəvisində verilən bir cavabdır. Yəni bir teoloji cavabdır. Bu o deməkdir ki, bəşəriyyətin mövcudluğunun xüsusi bir məqsədi var. Yəni bəşəriyyətin mövcud olması bu təsadüf deyildir. Bunun arxasında xüsusi bir məntiq gizlənir və bu məntiq də həmin bəşəriyyətin mövcudluğunun özündə daşıdığı məqsəd ilə, son məqsəd ilə izah oluna bilər. Yəni bir klassik bir cavabdır. Və burada biz bu aspektdən mövzuya yanaşarıqsa, deməli insan həyatı, yəni individual insan həyatı əslində onun fövqündə dayanan bir məqsədi də özündə ehtiva etmiş olur. Yəni insan həyatı sadəcə onun egosu, gündəlik, individual maraqları ilə məhdudlaşa bilməz. Yəni hər bir insan həyatı dəyərlidir. Və bu dəyər, yəni insanın fərqində olub olmamasından asılı olmayaraq xüsusi bir məqsəd daşıyır. Yəni son bir məqsədə doğru xüsusi bir missiyanı özündə ehtiva etmiş olur. Yəni biz dini müstəvidə bunu aydınlaşdırmağa çalışsaq, yəni dinə görə hətta biz tarixin özünü götürsək belə, tarixin özü belə, yəni bəşəriyyət tarixinin özü belə bu ilahi xarakter daşıyır. Yəni ilahinin, yaradıcının iradəsini, istəyini özündə ehtiva edir. Və bu aspektdən biz çıxış edəriksə, yəni hər bir individual insan həyatı həmin ilahi məqsədin reallaşmasında özünə məxsus vacib bir funksiyanı icra edir. Burada heç bir təsadüf yoxdur. Və biz bu deyək ki, düşüncəyə, yəni bu dünya görüş sisteminə ilahi yaradılış, əxlaqi testdən keçmə, yəni öldükdən sonra insanlar etmiş olduqlarına görə cavab verməlidirlər, yəni əxlaqi cəhətdən test edilməlidirlər və yaxşı davranışlarına görə, əməllərinə görə mükafat, yəni pis əməllərinə, pis davranışlarına görə cəza almalıdırlar. Yəni cənnət və cəhənnəm konseptləri bunun üzərində qurulur və bu kontekstdə təbii əgər insan özünün individual maraqlarından, egosundan kənarda xüsusi bir missiyanı daşıyırsa, yəni bu əgər dini kontekstdən yanaşarıqsa, bu artıq hər hansı bir kosmik nizamın, yəni ilahi kosmik nizamın olması anlamına gəlib çıxır. Yəni heç bir şey təsadüf deyildir. Hər bir şey ilahi kosmik nizam üzərindən həyata keçirilən proseslərdir. Yəni biz sadəcə individual insan həyatında bunu müşahidə edə bilmirik. Yəni çünki biz məsələlərə yalnız bu təbiidir. Yəni insan öz yaşayışı çərçivəsində öz mental sistemi
mental sisteminin imkanları çərçivəsində yalnız məhdud çərçivədə yanaşa bilər. Yəni görə biləcəkləri məhdud çərçivədə ola bilər. Amma biz ümumiyə qalxmış olaraqsa tam bir mənzərəni formalaşdıra bilsəydik, yəni hipotetik olaraq biz əslində bütün baş verənlərin arxasında xüsusi bir kosmik nizamın olduğunun fərqində ola bilərdik. Yəni müxtəlif fəlsəfi sistemlərdə, yəni bu kosmik nizam müxtəlif adlar ilə adlandırılır. Məsələn, əgər biz Çin fəlsəfəsinə baxarıqsa, məsələn, Çin fəlsəfəsində həmin kosmik nizam Dao, yəni Dao termini ilə ifadə edilir. Buradan Daosizm fəlsəfəsi yaranır. Yəni hər bir şey bir kosmik nizam üzərindən həyata keçirilir. Yəni kosmik nizam da yalnız bir deyildir, yəni vahid deyildir. Yəni kainatın öz kosmik nizamı var, bəşəriyyətin özünə məxsus kosmik nizamı var, cəmiyyətin, yəni bəşəriyyətə daxil olan ayrı-ayrı cəmiyyətlərin, sosial birliklərin özünün nizamı vardır, daosu vardır. Hətta hər bir insan həyatının özünün daosu vardır. Əgər insan istər öz individual həyatında, istər cəmiyyətdə, yəni sosial sistemdə həmin daunu anlaya bilərsə, ona əməl edərsə, yəni bu harmoniyanın, bu sevincin, xoşbəxtliyin meydana çıxması ilə nəticələnər. Əgər daunun əksinə çıxarsa, nizamın əksinə çıxarsa, bu artıq xaosdur, fəlakətdir, nizamsızlıqdır və s. Məsələn, Çin sistemində həmin kosmik nizama Dao adını vermişlər. Əgər biz ənənəvi klassik Hind fəlsəfəsinə keçid alarıqsa, Hind fəlsəfəsində həmin nizam Vita, yəni belə bir adla adlandırılır. Həmin Vita, yəni kosmik nizam, yəni hər bir şeyin əsasında dayanır. İstər fəsillərin bir-birini əvəzlənməsi, istər nəsillərin bir-birini əvəzlənməsi, yəni hər bir əvəzlənmə, hər bir dəyişiklik prosesinin arxasında xüsusi bir kosmik nizam dayanır. Yəni bu yanaşma bir dini və yaxud dini fəlsəfi bir müstəvidə teologiyanın açıqlaması ola bilər, amma əvvəldə qeyd etdiyim kimi teologiya yalnız din, mistika və bu istiqamətdə formalaşdırılan fəlsəfə ilə bağlı deyildir. Yəni biz hətta kosmik, üzr istəyirəm, sekulyar bir sistemə keçid alarıqsa, yəni sekulyar, dünyəvi bir teologiya keçid alarıqsa, burada da biz, yəni bəşəriyyətin niyə mövcud olmalıdır? Yəni bu missiyanı xüsusi bir konseptlər ilə bağlaya bilərik. Yəni bəşəriyyət ona görə mövcuddur ki, yəni bəşəriyyət özündə xüsusi missiyanı daşıyır və bu missiya bəşəriyyətin azadlığı və yaxud sivilizasiyanı və yaxud mühakimə prosesi, tənqidi mühakimə prosesini inkişaf etdirmək, formalaşdırmaq və inkişaf etdirmək missiyası ilə bağlıdır. Yəni son nəticədə, yəni bəşəriyyət azadlıq, sivilizasiyanın müxtəlif nemətləri, yəni biz individualizm, tolerantlıq, insanın özünü təsdiq etməsi, öz potensialını realizasiya etməsi, yəni bu qəbildən olan müxtəlif əxlaqi, siyasi əxlaqi konseptlərin reallaşdırılması ilə əlaqələndirə bilərik və bəşəriyyət son nəticədə buna doğru istiqamətlənir. Yəni bu da sekulyar bir aspektdən teologiya fəlsəfəsi kimi qiymətləndirilə bilər və bəşəriyyətin mövcud olmasının arxasında xüsusi bir missiyanın gizlənməsi ilə bağlıdır. Və ümumiləşdirsək, yəni həm dini fəlsəfi istiqamətdə olan teologiyanı, həm də sekulyar istiqamətdə olan teologiyanı biz birləşdirsək, əslində hər ikisində oxşar olan bəzi yanaşmalar var. Yəni bu rasionallığı ilə bağlıdır. Yəni bəşəriyyət niyə mövcud olmalıdır? Yəni bu xüsusi bir missiya bəşəriyyətin rasional şəkildə həmin o kosmik nizamı, həmin missiyanın aydınlaşdırılması, başqa sözlə bəşəriyyətin aydınlanması istiqamətində inkişaf etməsi ilə bağlıdır. Bu eyni zamanda əxlaqi özünü dərk ilə bağlıdır. Yəni insanlar, bəşəriyyət sadəcə mövcud deyil, həm də mövcudluğunun hansı əxlaqi konseptlər, hansı mənəvi konseptlər ilə bağlı olmasını aydınlaşdırmağa çalışır. Yəni bu dini aspekti qeyd etdiyimiz kimi, yəni
ölümdən sonrakı həyatda məsələn, əxlaqi testdən keçmə, yaşadığımız dünyada sitayiş etmə, yəni dini ritualları yerinə yetirmə və yaxud sekulyar bir aspektdən yanaşsaq, azadlığın təmin olunması, individualizmin təmin olunması, insan tolerantlığın təmin olunması, ədalətin təmin olunması və s. Yəni humanistik dəyərlərin, humanizm dəyərlərinin bərpa olunması və yaxud təmin olunması ilə bağlı ola bilər. Yəni bütöv bu aspektdən biz çıxış edəriksə, əslində bəşəriyyətin mövcudluğunun arxasında dayanan missiya onların əxlaqi cəhətdən özünü dərki ilə bağlıdır. Yəni bu qədər missiyanın həyata keçirilməsi əslində bir əxlaqi cəhətdən özünü dərk tələb edir və bəşəriyyət də buna doğru istiqamətlənir. Və üçüncü bir aspektdən bu ingilis dilində self transcendence qeyd edilir. Yəni insan öz sərhədlərindən kənara çıxmağı bacarmalıdır. Yəni insan dərk etməlidir ki, insan yalnız öz egoistik maraqlarını, öz şəxsi maraqlarını realizasiya etmək üçün yaşamır. Yəni bu insan həyatının, bəşəriyyətin mövcudluğunun son məqsədi ola bilməz. Yəni insanın indiki həyatının, yəni bioloji həyatının, maddi həyatının fövqündə dayanan hər hansı bir reallıq vardır. Yəni siz bu reallığı Tanrı kimi adlandıra bilərsiniz, hər hansı bir kosmik nizam kimi adlandıra bilərsiniz. Hər nədirsə, yəni bu insanın yalnız egoistik maraqları çərçivəsində formalaşan dünyəvi mövcudluğunun fövqündə dayanan bir metafizik reallıqdır. Və istər hər bir insanın individual həyatı, istərsə də bütövlükdə bəşəriyyətin mövcudluğunun son məqsədi məhz həmin metafizik reallığa yüksələ bilməkdir. Yəni özünün egoistik maraqları çərçivəsində qərarlaşan həyatının fövqünə qalxa bilməkdir, üstünə qalxa bilməkdir. Deməli, biz bu olduqca maraqlı bir yanaşmadır. Yəni bunun hətta biz doğru olmasını, yəni tam şəkildə təsdiq edə bilməsək belə, bu insan mövcudluğunun mərkəzinə həqiqət, dəyər və məsuliyyət kimi anlayışları qoyur. Yəni əgər insan öz mövcudluğunun fövqündə hər hansı bir metafizik sistemin olduğunu qəbul edirsə, və buna doğru irəliləməli olduğunu qəbul edirsə, yəni bu insanın və yaxud bəşəriyyətin həqiqətə çatmaq istəyini özündə ehtiva edib, yəni aydınlanmaq istəyini özündə ifadə edir, müəyyən metafizik dəyərlər sisteminin vacibliyini özündə əks etdirir və insanda və yaxud bəşəriyyətdə bir məsuliyyət hissini tərbiyə etmiş olur. Yəni analitik baxımdan çıxış edəriksə, bu bizim birinci yanaşmamızdır. Amma təbii ki, bunun məntiqi cəhətdən əsaslandırılması, yəni hamı tərəfindən qəbul edilməsi olduqca mürəkkəb bir prosesdir. Yəni hətta biz Hind fəlsəfəsində və ya Çin fəlsəfəsində Vita, Dao və yaxud kosmik nizam və yaxud digər bir metafizik sistem, yəni bunlar haqqında danışmış olsaq belə, yəni bunların aydın şəkildə əsaslandırılması, yəni olduqca çətin bir prosesdir. Yəni biz sadəcə bir hipotetik cəhətdən qeyd edə bilərik ki, belə bir sistem ola bilər. Yəni insan sadəcə yaşadığı maddi sistem ilə çərçivələnə bilməz, amma insanın indiki maddi sistemindən kənarda metafizik sistemin hansı prinsiplər əsasında qurulmuş olmasını, yəni orada hansı bir qanuna uyğunluğun olmasını və s. yəni tam, aydın, rasional, analitik şəkildə izah etmək olduqca çətindir. Amma istənilən halda maraqlı bir yanaşmadır. Deməli, bu bizim birinci verə biləcəyimiz cavabdır. Yəni refleksiya edə biləcəyimiz, yəni bu istiqamətdə refleksiyanı, dərin düşüncəni həyata keçirə biləcəyimiz birinci deyək ki, istiqamətdir. İkinci istiqamət bu ekzistensional cavab ola bilər. Yəni bəşəriyyət niyə mövcuddur? Yəni bəşəriyyətin mövcud olmasının özünə məxsus heç bir missiyası, heç bir mənası yoxdur. Əksinə, bəşəriyyət mənanı özü yaradır. Yəni birinci halda biz teologiyada qeyd etdik, xüsusi bir məqsəd var. Bu məqsəd insandan, bəşəriyyətdən asılı deyil. Əksinə insan, bəşəriyyət özü həmin məqsədə doğru irəliləyir və mənalandırılma bir ilahi xarakter daşıya bilər, bir metafizik xarakter daşıya bilər.
Amma istənilən halda mənalandırılma insanın özü tərəfindən həyata keçirilmir. Amma ekzistensional yanaşmada bunun əksidir. Yəni ekzistensional yanaşma belə hesab edir ki, yəni dəyəri insanın özü yaradır, mənanı insanın özü yaradır. Və bu özlüyündə artıq obyektiv, yəni insanın mental sistemindən, beyin vəziyyətindən kənarda hər hansı bir kosmik məqsədin olması ideyasını qəbul etmir. Bunu avtomatik təbii ki, inkar etmiş olacaq. Və burada sadəcə bu həm də bir ilahi planın, ilahi bir məqsədin olması, ilahi iradənin olmasını avtomatik inkar etmiş olur və yaxud hər hansı bir bəşəriyyətin son nəticədə müəyyən bir tarixi missiya daşıması ideyasını inkar etmiş olur. Yəni bu qəbildən olan hər bir şey inkar edilmiş olur. Əvəzində burada üstünlük verilən, diqqət mərkəzinə gətirilən məqam insanın iradəsi, insanın seçimidir. Yəni insanın seçiminə, insanın iradəsinə bağlı olaraq, yəni bu perspektivdən biz yanaşarıqsa, onda insan öz həyatını mənalandırmağa çalışır. Özü üçün dəyər yaratmağa çalışır. Yəni bizim əslində, yəni müşahidə etdiyimiz bütün dəyərlər, yəni bu dini dəyər, əxlaqi dəyər, siyasi ideoloji dəyərlər, tarixi dəyərlər, yəni bunların hamısı sadəcə insanın özü tərəfindən yaratmış olduğu dəyərlərdir. Yəni həmin dəyərlərin ifadə edildiyi konseptlərin mənalandırılması yalnız insanın mental sisteminə bağlı olan bir məsələlərdir. İnsanların interpretasiyasına bağlı olan bir məsələlərdir. Yəni insanın mental vəziyyətindən, insanın interpretasiyasından, insan tərəfindən həyata keçirilən mənalandırılmadan kənarda obyektiv heç bir şey yoxdur. Və biz bu aspektdə deməli insan nəyi yaradır? İnsan elmi yaradır, etikanı, incəsənəti, müxtəlif institutları yaradır, yəni siyasi, təhsil və sairə institutları, müxtəlif narrativlər formalaşdırır və bütün bu domen çərçivəsində, bütün bu kompleks bir sistem çərçivəsində insan həm də öz həyatının mənalandırmasını həyata keçirmiş olur. Yəni ekzistensional sistem, yəni təqribən bu aspektdə olan cavablandırma sistemini həyata keçirmiş olur. Amma bunun da bir məhdud cəhəti, tənqidi nəyin üzərindədir? Yəni burada sanki bir qapalı çevrə yaranmış olur. Yəni bəşəriyyət niyə mövcud olmalıdır? Çünki o müəyyən bir dəyərlərə əsaslanır. Bəs dəyərlər niyə mövcud olmalıdır? Çünki o bəşəriyyətin özü tərəfindən yaradılmış olur. Sanki bir qapalı bir çevrə yaratmış olur və həmin qapalı çevrə, yəni bəşəriyyət niyə mövcud olmalıdır sualının bir geniş analitik, rasional cəhətdən cavablandırılması, yəni bir məntiqi əsasının yaradılması üçün müəyyən problemlər vəd etmiş olur. Amma bunun da özünün qeyd etdiyimiz kimi üstünlükləri vardır. Yəni biz hətta bunu qəbul etmiş olmasaq belə, yəni burada bir məntiqi boşluqların olduğunu qeyd etmiş olsaq belə, yəni bu insanın azad iradəsi və insanın etmiş olduqlarına görə əxlaqi məsuliyyət daşıması ideyasını ön plana keçirmiş olur. Yəni insan azad şəkildə dəyəri özü yaradır və yaxud bəşəriyyət dəyəri özü yaradır və yaratmış olduğu dəyərə görə də məsuliyyət daşımalıdır. Yəni bu ideyanı diqqət mərkəzinə gətirmiş olur. Və üçüncü bir aspektdən biz sualımızı cavablandırmağa çalışsaq, yəni bəşəriyyət niyə mövcud olmalıdır? Bu da humanizm fəlsəfəsi əsasında verilən bir cavab ola bilər, yəni humanistik bir cavab ola bilər. Yəni bəşəriyyət mövcud olmalıdır, çünki şüurlu həyatın özünə məxsus bir yaşamaq üçün bir dəyəri vardır. Yəni insan yer üzərində bütün canlılar arasında vahid, yəni şüurlu canlı varlıqdır və şüura malik olmaq, şüurlu canlı varlıq olmaq, yaratmaq üçün özünə məxsus dəyər yaradır. Yəni bu dəyəri itirmək olmaz. Yəni bu daha çox sekulyar humanizm prinsipindən hər bir şeyi izah etməyə çalışıb, yəni hər bir insan, yəni şüurlu canlı varlıq olaraq düşünə bilir, əzab çəkə bilir, sevinə bilir, yarada bilir, əxlaqi cəhətdən qiymətləndirə bilir
Deməli, sevən, əzab çəkən, yaradan, xoşbəxt olan, yəni ümumiyyətlə şüurlu aktı icra edən hər bir canlı varlıq özünün mövcudluğunun səbəbidir. Yəni mövcud olmağın səbəbi, yəni insanın şüura malik olmasıdır. Yəni nəyin yaxşı, nəyin pis ola biləcəyinin fərqində ola bilməsidir və bu artıq yaşamaq üçün bir səbəbdir. Nəslin artırılması üçün bir səbəbdir. Deməli, burada biz artıq hansı bir yanaşmanın şahidi oluruq? Burada artıq biz metafizik konseptlərdən daha çox yaşanılmış olan təcrübəyə istinad etmiş oluruq. Yəni birinci iki yanaşmamızda, yəni teologiyada və bundan qabaq qeyd etdiyimiz ekzistensial yanaşmada biz daha çox dəyərlər, metafizik sistemlər, kosmik nizam və sair və yəni belə bir konseptlər üzərindən bəşəriyyətin mövcud olmasını əsaslandırmağa çalışırdıq. Amma humanistik yanaşma, yəni bu insanın yaşamış olduğu təcrübə, gündəlik qazandığı təcrübə ilə əsaslandırmağa çalışır. Yəni insan yaxşı nə varsa bunun fərqindədir. Yəni bu bilikdir, dostluqdur, gözəllikdir, ədalətdir, mədəni nailiyyətlərimizdir və s. Yəni bütün bunların hamısının qorunub saxlanılması, genişləndirilməsi, artırılması və gələcək nəsillərə ötürülməsi, yəni bu özlüyündə artıq bir əxlaqi dəyər yaradır. Yəni biz niyə mövcud olmalıyıq? Yəni bizdən daha əvvəl yaradılmış olan həmin qeyd etdiyimiz, yəni yaxşılıq, ədalət, müxtəlif deyək ki, bizim sevinə bilmək bacarıqlarımız və s. Yəni bunların bizə qazandırmış olduğu təcrübə, bütün yaxşı təcrübəni biz gələcək nəslə ötürməliyik. Yəni bunun itirilməsi yol verilməzdir və buna görə də bəşəriyyət öz-özünü davam etdirməlidir. Və bunun da özünün belə deyək də mənfi cəhətləri, yəni məhdud cəhətləri vardır. Yəni biz bunu məntiqi cəhətdən necə tənqid edə bilərik? Yəni biz ilk növbədə izah etməliyik ki, yəni şübhəsiz ki, bəşəriyyətin qazanmış olduğu yaxşı təcrübə var. Yəni bu ədalət hissidir, bu yaradıcılıqdır, bu insanın sevinə bilmə, xoşbəxt ola bilmədir və bütün bunların kontekstində insan təbii ki, nəyinsə fərqində olur, yəni bir fenomenal şuur səviyyəsində bir təcrübə qazanmış olur. Amma biz bu təcrübənin itirilməsini niyə yol verilməz hesab edirik? Niyə həmin təcrübə qorunub saxlanılmalıdır? Niyə bu təcrübə bir nəsildən digər nəslə ötürülməlidir? Yəni bu aspektdən biz çıxış edəriksə, yəni bu təcrübə itərsə, yəni bu yarada bilmə, sevinə bilmə, ədalətli ola bilmə, xoşbəxt ola bilmə, yəni bu təcrübə itərsə, əslində bəşəriyyət və yaxud kainat və yaxud bütöv bir yaradılış nəyi itirmiş olacaq? Yəni burada itirilməsi mümkün olmayan, qeyri-mümkün olan, yəni bunun itirilməsini yol verilməz edən nə vardır? Yəni bu sual açıq sualdır. Yəni humanistik yanaşmada. Və bir dördüncü yanaşma ola bilər. Dördüncü yanaşma bu təkamül nəzəriyyəsi kontekstindən verilən cavabdır. Yəni bəşəriyyət mövcuddur. Çünki yəni bu təbii bir mexanizm üzrə, yəni uyğunlaşanların sağ qalması mexanizmidir. Survival of the fittest, yəni ingilis dilində belə ifadə edilir. Yəni biz niyə mövcuduq? Yəni çünki bizim əcdadlarımız təbii seçmə prosesində qalib gəlməyə bacarıblar, ətraf mühitə daha yaxşı uyğunlaşa biliblər və daha yaxşı uyğunlaşa bildiklərinə görə, yəni buna imkan verən bilik və bacarıqlarını itirməyiblər, onu bir genetik informasiya şəklində bir nəsildən digər nəslə ötürüblər. Yəni bu başqa sözlər istər bizim fiziki, istərsə də bizim mental sistemimizdə təsadüfün nəyinsə olmasını inkar edir. Yəni bizim müşahidə etdiyimiz hər bir şey, yəni bu hətta təsadüfi xarakter daşımış, təsadüfi bir təəssürat oyatmış olsa belə, əslində təsadüf deyil, bu bir qırılmaz zəncirin, bir mexanizmin ayrılmaz tərkib hissəsidir. Məsələn, bir misal üzərindən izah etsək, yəni sağlam mental vəziyyətə malik olan hər bir insanın mental sistemində qısqanclıq mövcuddur. Niyə mövcuddur? Ona görə ki,
Bizim əcdadlarımız qısqanc olublar. Kimlər ki, qısqanc olmayıblarsa, onlar rəqabətdən qalib çıxa bilməyiblər. Ya lazım olan, yaşamaq üçün lazım olan nemətləri əldə edə bilməyiblər. Yəni qısqanclıq hissi insanda bir rəqabət hissini gücləndirir. Rəqabət hissi insanın yaşamaq uğrunda mübarizədən sağ qalma imkanlarını artırır. Və yaxud da insanın əlində olan, yəni sahibləndiyi hər bir şey digərləri tərəfindən alınmışdır, yəni əlindən qoparılmışdır. Çünki əgər qısqanclıq hissi azdırsa, rəqabət hissi azdır, rəqabət hissi azdırsa, insanın əlində olan hər bir şey başqaları tərəfindən qoparılıb alınacaqdır. Amma bizim əcdadlarımız, yəni indiki nəslin əcdadları, yəni bu hissə malik olmaqla, yəni qısqanc olmaq etibarilə qeyd etdiyimiz kimi rəqabətdən qalib çıxıblar, yəni ətraf mühitə daha yaxşı uyğunlaşıblar. Bu yalnız fiziki uyğunlaşma deyil, həm də psixoloji uyğunlaşmadır və beləliklə biz həmin deyək ki, hissi, yəni qısqanclıq hissini özümüzdə daşımış oluruq. Yəni bu bir mental fenomendir, insanın sağ qalmasına, uyğunlaşmasına imkan verən bir mental fenomendir. Yəni biz bu aspektdən çıxış edəriksə, hətta bizim etik baxımdan çox dəyər vermədiyimiz, məsələn, qorxaqlıq, yəni bu da insan qəlbində vardır. İnsan təbii şəkildə qorxur. Hətta özünü igid göstərməyə çalışsa belə, nə qədər qəhrəmanlıq etməyə meylli olsa belə, insanda müəyyən dərəcələrdə qorxu hissi var. Niyə var? Çünki insanın mental cəhətdən və fiziki cəhətdən ətraf mühitə daha yaxşı uyğunlaşmasına imkan vermişdir və bu genetik informasiya bizə ötürülmüşdür. Yəni genetik informasiya insanın beyin sisteminin formalaşmasına gətirib çıxarır və bütün mental fenomenlər də beyin tərəfindən tənzimlənən bir sistemdir. Yəni belə bir mexanizm üzrə biz çıxış edəriksə, yəni bəşəriyyət niyə mövcud olmalıdır? Yəni bəşəriyyət sadəcə mövcud olmamağı seçə bilməz. Yəni bu bir genetik informasiyadır. Yəni genetik informasiyanın daha doğrusu genetik informasiyanın yaratmış olduğu bir alqoritmik sistemdir. Yəni biz avtomatik olaraq, yəni qeyri-şüuri olaraq nəslimizi artırmağa çalışırıq. Yəni bəşəriyyət özünün bəşəriyyət müxtəlif nəsillər arasında varislik əlaqəsini qoruyub saxlamağa çalışır. Yəni burada biz heç bir xüsusi missiya, metafizik məna, dəyər və sairə axtarmalı deyilik. Yəni belə bir yanaşmadır. Və bu da əslində daha əvvəl qeyd etdiyimiz kimi bəşəriyyət niyə mövcuddur sualının izahıdır. Yəni bu mexanizmin izahıdır. Amma niyə mövcud olmalıdır? Yəni bir zərurət, bir məna, bir missiya sualını axtarmır. Yəni çox sadə bir şəkildə mexanizmi izah edir və bununla da məsələnin yekunlaşmış olmasını kifayət hesab edir. Beləliklə, yəni bu da bizim izah etdiyimiz bir şeydir, amma burada tənqid olunacaq əsas məqam, yəni sanki insanın digər canlılardan fərqli olmaması sualı üzərindən məsələyə baxır. Yəni digər canlılar kimi, yəni qeyri-şüura malik olmayan, yəni xüsusilə reflektiv şüura malik olmayan canlılar kimi, yəni insan da sadəcə nəsil artırır, yəni xüsusi heç bir məqsəd, missiya daşımadan və etdiyi hər bir şeydə sadəcə həmin nəslin davam etdirilməsinə hesablanıb. Yəni insanlar nə edir? Yəni individual həyatında, yəni orta statistik insan daha çox maddi sərvət toplamağa çalışır və yaxud daha çox nə etməyə çalışır? Güc əldə etməyə çalışır, yəni hakimiyyət əldə etməyə çalışır. Yəni bunun da bir təkamül mexanizmi üzərindən izahına baxarıqsa, yəni bu niyə belədir? Yəni daş dövründə məsələn, ibtidai insanlar, yəni kim fiziki cəhətdən daha güclü idisə, yəni o rəqabətdən, mübarizədən daha çox qalib çıxa bilmə şansını özündə ehtiva edirdi. Amma müasir cəmiyyətdə, sivilizasiyada artıq fiziki gücə ehtiyac yoxdur. Yəni fiziki gücün kompensasiyası bu maddi sərvətdir. Yəni kim ki daha çox maddi sərvətə malikdirsə, iqtisadi cəhətdən güclüdürsə, yəni bu insanın rəqabətdən sağ çıxa bilmə şansları daha çoxdur. Yəni bir sosial darvinizm ideyasıdır və yaxud hakimiyyət də bu baxımdan, yəni insanın həyatda qala bilmə, sağ qala bilmə
öz genetik informasiyasını, yəni başqa sözlə ailəsini, övladlarını daha etibarlı, daha təminatlı şəkildə qoruya bilməsi üçün daha çox şanslar vəd edir, daha çox imkanlar vəd edir və buna görə də müasir cəmiyyətdə, xüsusilə kapitalistik bir sistemdə, yəni insanlar daha çox maddi sərvət əldə etməyə çalışırlar və yaxud hakimiyyətə nail olmağa çalışırlar. Amma əslində biz bunu yalnız kapitalizm ilə də bağlamağımız o qədər də ədalətli olmazdı. Çünki biz tarixə baxarıqsa, yəni bu müxtəlif ictimai-iqtisadi formasiyalar üzrə, məsələn, quldarlıq cəmiyyəti, feodalizm cəmiyyəti, yəni bunların hər birində hətta biz istənilən bir dini ideologiyanın daşıyıcısı olan cəmiyyətə baxarıqsa, yəni orta statistik insan maddi sərvəti əldə etməyə çalışır. Yəni bunun müxtəlif sadəcə təzahür formaları ola bilər. Yəni bu kapital şəklində ola bilər, torpaq şəklində ola bilər və yaxud maddi sərvətin müxtəlif realizasiya oluna biləcəyi formalar şəklində ola bilər və yaxud da hakimiyyət əldə etməyə çalışır. Yəni idarəetmə nərdivanında, yəni piramidasında ən üst qatlarda qərarlaşmağa çalışır. Yəni bu aspektdən çıxış edəriksə, təkamül prinsipinə görə də bunun kökü qeyd etdiyimiz kimi, yəni bizim əcdadlarımızın yaşamaq uğrunda mübarizə instinktindən qaynaqlanan, səbəblənən bir müşahidə etdiyimiz fenomenlərdir. Beləliklə biz növbəti bir aspektdə məsələyə baxsaq, yəni burada bir məsələn biz məsələni necə araşdıra bilərik? Burada biz indiyə qədər baxdıqlarımız daha çox bir optimistik bir yanaşma idi. Yəni xüsusi bir dəyər, ilahi bir nizam, metafizik bir sistem və yaxud insanın xoşbəxt ola bilmə təcrübəsi, bunu biz davam etdirməliyik və yaxud indi izah etdiyimiz, üzərində düşündüyümüz bu təkamül nəzəriyyəsi, yəni insan adaptasiya oluna bilir və öz genetik informasiyasını avtomatik ötürməyə başlayır. Amma bir alternativ yanaşma da var. Yəni növbəti yanaşma bu əslində pessimistik yanaşmadır. Yəni bir tragediya, bir faciə üzərindən verilən bir cavabdır və bunlar belə hesab edir ki, ümumiyyətlə bəşəriyyət niyə mövcud olmalıdır sualının arxasında heç bir məntiqi əsas yoxdur. Yəni heç bir məntiq, heç bir əsaslandırma bəşəriyyət niyə mövcud olmalıdır sualını cavablandıra bilməz. Çünki biz tarixə baxarıqsa, əslində bəşəriyyətin tarixi, yəni insanların əzab, əziyyətindən başqa bir şey deyil. Yəni insanlar həmişə istismar olunublar, əzab çəkiblər, müxtəlif konfliktlərə, müharibələrə cəlb olunublar və insan həyatı əgər biz orta statistik insanı götürmüş olarıqsa, əslində xoşbəxt olmaqdan daha çox əzab çəkmək üzərində qurulub. Yəni əslində biz nəsillər davam etdikcə bu əzabların miqyası, səviyyəsi artmağa doğru gedir və bu düzdür, bu radikal yanaşmadır. Yəni xeyli dərəcədə bəşəriyyətin ümumiyyətlə məhv olmasını süni şəkildə məhv olmasını alovlandıracaq, bunu bir istiqamətləndirəcək bir radikal, olduqca radikal və qəbul edilməz bir nəzəriyyələrin formalaşmasına gətirib çıxara bilər. Amma məntiq bunun üzərindədir. Yəni biz statistik baxımdan məsələyə yanaşarıqsa, yəni bəşəriyyətin mövcud olduğu bütün illər ərzində, yəni biz hətta sivilizasiyanın özünü götürmüş olsaq belə, məsələn, eramızdan əvvəl olsun 4-cü, 3-cü minilliklər, yəni sivilizasiyanın ilkin elementlərinin formalaşması və aradan keçən 4-cü minillik götürəriksə və indi də 2-ci minillikdirsə, aradan keçən 6 min il ərzində statistik baxımdan insanların, bəşəriyyətin konfliktlərə cəlb olunmadığı, müharibə etmədiyi cəmsi 300 il olub. Yəni bu 300 ili biz çıxmış olarıqsa, yəni davamlı olaraq insanlar müxtəlif konfliktlər, müharibələr, fəlakətlərdən qaça bilməyib. Yəni bu da təbii ki, insan həyatının məhv olması ilə nəticələnən bir şeydir. Yəni biz müharibə oxuyuruq, amma hər bir müharibənin arxasında minlər, 10 minlər, 100 minlərlə insanların əzab, əziyyət, yəni işgəncə və s. faktını o qədər də bəlkə diqqət mərkəzinə gətirmirik. Yəni ola bilər bu məntiq üzərindən yanaşmanı formalaşdırırlar ki, yəni bəşəriyyətin əslində mövcudluğunun arxasında heç bir məntiq yoxdur. Yəni biz bəşəriyyət niyə mövcud olmalıdır? Yəni bu əslində
bəşəriyyətin bir proqres etməsini özündə ehtiva etməlidir. Sanki bir proqres edə biləcək bir istiqamət tutmalıdır. Amma bu mümkün deyil. Yəni biz əgər tarixi təcrübədən çıxış etsək, yəni bəşəriyyət tarixi müharibə, əzab, əziyyət və s.ə.v-dən başqa bir şey deyildir. Yəni ona görə də bəşəriyyət əslində niyə mövcud olmamalıdır? Yəni biz bu sualın cavabını üzərində düşünsək, bu daha çox məntiqi səslənə bilər. Təbii bu yanaşmanın özü də radikaldır. Yəni bir çox cəhətdən insanlıq əleyhinə müxtəlif cinayətlərin baş verməsinə, yəni onun şərtlənməsinə gətirib çıxara bilər. Amma sadəcə bu da vardır. Yəni belə bir fəlsəfə də vardır və bunun da çatışmayan cəhəti, yəni bəşəriyyətin düzdür, müharibələr, konfliktlər, müxtəlif məhrumiyyətlər kontekstində olsa belə zaman-zaman əldə etmiş olduğu yüksək mənəvi dəyərlər, sevgi, bilik, əxlaqi dəyərlərin tamamilə inkar edilməsi də, yəni bu təbii ki, yol verilməzdir. Yəni belə bir amma yanaşma vardır. Yəni bunu da biz diqqət mərkəzinə gətirdik. Və növbəti bir yanaşma bu məsuliyyət üzərində qurulan bir sistemdir. Yəni biz deyə bilmərik ki, bəşəriyyət niyə mövcud olmalıdır? Biz deməliyik ki, hansı bəşəriyyət mövcud olmalıdır? Yəni bəşəriyyət hansı şərtlər altında mövcud olmalıdır? Yəni bu maraqlı bir məsələdir. Yəni burada artıq sadəcə bəşəriyyətin mövcud olmasından deyil, hansı şərtlər altında bəşəriyyətin mövcud olmasından danışırıq. Yəni əgər həmin şərtlər ödənilirsə, yalnız həmin şərtlər altında bəşəriyyət mövcud olmalıdır. Əgər həmin şərtlər ödənilmirsə, bəşəriyyətin mövcud olmasının, yəni nəsillərin bir-birini əvəzləməsinin arxasında heç bir məntiqi əsas dayana bilməz. Yəni heç bir metafizik sistem bunu əsaslandıra bilməz. Və bu başqa sözlə, yəni sualın biraz da dəyişdirilməsinə keçid alarıqsa, yəni hansı bəşəriyyət yaşamaq hüququna malikdir? Yəni hansı şərtlər altında insanlar yaşamaq hüququna malikdir? Əgər insanlıq, yəni bəşəriyyət ekosistemi darmadağın edirsə, müharibəni normaya çevirirsə, həqiqəti doqmaya çevirib sui-istifadə edirsə, insanları manipulyasiya edirsə, və yaxud belə deyək, ciddi əxlaqi problemləri dərinləşdirirsə, yəni bu şərtlər altında təbii ki, bəşəriyyətin mövcud olmasının heç bir məntiqi səbəbi ola bilməz. Yəni heç bir dəyər, heç bir metafizik sistem, heç bir fəlsəfi interpretasiya, spekulyasiya bu şərtlər altında bəşəriyyətin mövcud olmasını əsaslandıra bilməz. Əksinə bəşəriyyət nə zaman mövcud olmalıdır? Əgər bəşəriyyət müdrikliyi inkişaf etdirirsə, ədaləti bərpa edirsə, insanların bir-birinə qarşı mərhəmət hissini tərbiyə edirsə, həyatı dayanıqlı bir vəziyyətə gətirirsə, yaşanılmalı bir vəziyyətə gətirirsə, yalnız bu şərtlər altında bəşəriyyətin mövcud olmaq hüququ vardır. Yəni belə bir baxın yanaşmadır və bu yanaşma da qeyd etdiyimiz kimi əxlaqi məsuliyyət, yəni bu konsepti tam mərkəzdə gətirir. Yəni digərlərində də var idi. Məsələn, baxdıq biz teologiyada, humanistik yanaşmada və s. amma indi qeyd etdiyim yanaşma məhz əxlaqi məsuliyyət üzərindən qurulan bir sistemdir. Və başqa sözlə, yəni bu hər bir növbəti nəslin, yəni insanın davam etdiyi, bəşəriyyətin davam etdiyi növbəti nəslin məhz özünə tənqid, yaddaşın, yəni bəşəriyyətin toplanmış olduğu yaddaşın yenidən analiz edilməsi və bütöv aparılan bütün analizlər, yəni tənqidlər üzərindən edilmiş olan səhvlərin, yanlışlıqların aradan qaldırılması, yəni bəşəriyyətin daha optimal, daha bir inkişaf etmiş versiyasının formalaşdırılması üzərində qurulan bir sistemdir. Beləliklə, yəni növbəti bir sistem haqqında biz danışa bilərik. Yəni yanaşmalar ümumiyyətlə çoxdur. Yəni mən yalnız ən ümumi olanları, yalnız ayrı-ayrı nüansları qeyd edirəm, amma bunların hər birinin biz alt qatlarında müxtəlif fəlsəfi diskussiyaları, debatları biz müşahidə edə bilərik. Yəni bunların hər birinin daha da dərinləşdirilməsi kontekstində müəyyən bir refleksiya aktlarını biz icra edə bilərik. Amma istənilən halda, yəni diqqət yetirmək lazımdır. Yəni biz mərkəzə hansı konsepti qoyuruq? Yəni hansı konseptin
mərkəzdə olmasından asılı olaraq bəşəriyyət niyə mövcud olmalıdır? Yəni bu sualın cavablandırmasını həyata keçirə bilərik. Əgər ilahi bir nizam və yaxud hər hansı bir metafizik məqsəd, yəni bunu biz diqqət mərkəzinə gətirsək, yəni dünya görüşümüzü, refleksiya aktımızı bunun üzərindən icra etməyə başlasaq, yəni bu teoloji istiqamətdə verilən cavabları aktuallaşdıracaq. Amma biz bəşəriyyətin özünün yaratmış olduğu, özünün məna verdiyi dəyərlər kontekstindən bəşəriyyət niyə mövcud olmalıdır? Yəni bu suallar silsiləsinə keçid alarıqsa bu ekzistensiyanal düşüncəni inkişaf etdirmiş olacaq. Yəni bu düşüncəni ön plana gətirmiş olacaq. Və yaxud biz insanın sadəcə fenomenal təcrübəsinə istinad edəriksə, yəni insanın xoşbəxt olmaq, sevinə bilmək, yarada bilmək, yəni bu zaman qazanmış olduğu bir təcrübənin itməməsini diqqət mərkəzinə gətiririksə, bu təcrübənin davam etdirilməli olduğunu əsaslandırmağa çalışırıqsa, bu humanistik bir yanaşma olacaq. Yəni bu qeyd etdiyimiz kimi yanaşmadır. Və yaxud biz sadəcə bəşəriyyət niyə mövcuddur? Yəni bu sualla kifayətlənərək mexanizmi izah edərək, yəni niyə mövcud olmalıdır? Yəni bu suala keçid almırıqsa, bu artıq təkamül prizmasından sualın cavablandırılması olacaq. Və yaxud deyə bilərsiniz qeyd etdiyimiz kimi bəşəriyyət niyə mövcud olmalıdır? Yox, biz düşünək ki, bəşəriyyət niyə mövcud olmamalıdır? Bu artıq pessimistik bir yanaşmanın irəli sürülməsidir. Yəni bu aspektdən biz dünya görüşümüzü formalaşdıracağıq. Və yaxud da biz deyə bilərik, hansı şərtlər altında bəşəriyyətin yaşamaq hüququ vardır. Yəni bu artıq diqqət mərkəzinə əxlaqi məsuliyyət konseptini gətirir. Həmin konsept üzərindən bütöv bir sistemin formalaşdırılmasına çalışılır. Yəni bu da fərqli bir, yəni məsuliyyətə əsaslanan bir insan cəmiyyətinin bəşər sivilizasiyasının formalaşdırılmalı olmasını aktual hesab edir. Yəni beləliklə, məncə bu günə müzakirə etmək istədiklərimiz bu qədərdir. Yəni başqa məncə burada bizim deyə biləcəyimiz bir məsələ yoxdur, amma mövzu qeyd etdiyim kimi çox genişdir, çox aktualdır. Yəni bu min illiklər ərzində müxtəlif fəlsəfi sistemlərin, dini sistemlərin müzakirə predmetidir. Yəni sadəcə bəşəriyyətin davam etməsi üçün, yəni optimal hansı bir versiya daha yaxşıdırsa, yəni problemləri, riskləri daha yaxşı, daha optimal şəkildə həll edə bilərsə və insan həyatını mənalandıra bilərsə, insanın daha üst versiyasını, daha optimal bir versiyasını, yəni bugünkü xaosdan, qarma-qarışıqlıqdan, riskdən, ekosistemin dağılmasından və s-dən kənarda daha üstün bir versiyanı formalaşdıra bilərsə, məncə həmin fəlsəfi istiqamət üzərindən daha dərindən düşünmək məqbul variantdır. Yəni belə suallarınız olarsa ünvanlaya bilərsiniz. Diqqətinizə görə minnətdaram. Sağ olun.